Kanadada lazımsız əşya satıb pul qazanmağı göstərəcəm sizə. Bura mən qaldığım binanın arxa girişidir. Burada da qonşuların qoyduğu lazımsız əşyalardır. Bu əşyanı evə qaldırıb təmizləyəcəm. Ondan sonra da Facebook Marketplace-də satışa çıxaracağım. Deməli, liftə saldım. Araba ilə aparıram. Aşağıda ayağıdır, üstə özüdür. Bu mənim yemək qabımdır, bu heç. Burada bəzi belə boya ləkələri var. Onları bilmirəm, apara biləcəyik ya yox. Amma onsuz da ucuz qiymətə satacağım. Hazırdır, təmizlik bitdi. İndi satış prosesinə keçə bilərik. Deməli, Marketplace-də 10 dollara turning chair olaraq satışa qoydum. Videosunu çəkdim. Şəkillərini çəkdim və altından da yazdım ki, heç bir cızığı yoxdur. Sadəcə bəzi hissələrdə ləkələri var. Növbəti video bu stol satılanda olacaq. Like edin.